Bu videoda 19 aylıq oğlumla keçirdiyimiz adi bir günü sizinlə bölüşürəm. Ana olduqdan sonra günümün böyük hissəsi onun ətrafında keçir və hər şeyə ilk növbədə onun rahatlığını düşünərək yanaşıram. Səhər saat 8-də oyanırıq. Bu günümü ona ayırdığım üçün elə səhər yuxudan oyanan kimi çimizdirirəm. Əslində günə oğlumun bezini dəyişməklə başlayıram. Səhərdən axşama qədər onun rahat olması mənim üçün çox önəmlidir. Hər ana kimi mən də oğlum üçün istifadə etdiyim məhsulları seçərkən çox diqqətli oluram. Xüsusilə bez seçimi mənim üçün çox vacibdir. Çünki körpənin gün boyu rahat olması və dərisinin sağlam qalması birbaşa bundan asılıdır. Bizim seçimimiz Yokasan bezlərdir. Artıq bir müddətdir istifadə edirik və çox razıyam. Yokasan bezləri çox yumşaq və nazikdir. Dərinin nəfəs almasına imkan verir və isti havalarda belə uşağı narahat etmir. Ən çox bəyəndiyim tərəfi isə bişməcə və qızartı yaratmamasıdır. Havalar istiləşdikcə körpələrin dərisi daha həssas olur. Mənim üçün ən vacib olan oğlumun dərisinin sağlam qalması və gün boyu özünü rahat hiss etməsidir. Yokasan bu baxımdan mənim güvəndiyim məhsullardan biridir. Əgər siz də körpəniz üçün rahat, keyfiyyətli və etibar edə biləcəyiniz bir bez axtarışındasınızsa, Yokasana mütləq şans verin.